İqtisadi zonada hörmətli tamaşaçılar, artıq baharın istisini hiss edirik, amma qışın sonlarında təxminən 10 gün qarlı şaxtalı hava keçdi və bu müddətdə xeyli sayda qəzalar, hadisələr də baş verdi. Xüsusilə də buzlu yollarda avtomobil qəzaları qaçılmaz oldu. Qeyri-sabit hava şəraiti nəticəsində dəyən zərər nə qədər idi? Sığorta şirkətləri nə qədər ödəniş ediblər? Sığortasız şəxslərin aqibəti necə olacaq? Bununla bağlı suallarımızı Azərbaycan Sığortaçılar Assosiasiyası yanında Araşdırma və İnkişaf Mərkəzinin direktoru Pərviz Quliyev cavablandıracaq. Axşamınız xeyirli olsun Pərviz müəllim, xoş gəlmişsiniz. Xoş gördük sizi. Pərviz müəllim, doğrudan da qışın sonlarında qarlı, şaxtalı bir hava yaşadıq. Maraqlıdır ki, bu günlərdə nə qədər qəza hadisəsi baş verdi və sığorta şirkətləri ümumilikdə nə qədər sığorta ödəniş etməli oldular? Bildiyiniz kimi bu 10 gün demək olar ki, hava şəraiti deməli sabit olmadığından bəli, şəhərimizdə və xüsusilə də digər regionlarda da yəni qeydə alınan əsasən avtomobillərlə bağlı qəzalar baş verdi. Təbii ki, bu da həmişə nədən irəli gəlir? Bizim sürücülər çox da bu qış hazırlığına əvvəlcədən belə deyək ki, hazırlıq işləri görmürlər. Xüsusilə də qış rejiminə keçiddə təkərlərin dəyişməsi, bunlar mütləq qaydada preventiv olaraq olmalıdır. Ancaq yəni baş verən hadisələr bir də onu göstərir ki, bəli, daha çox avtomobillər, yəni buzlu yollarda sürüşmə nəticəsində qəzalar törətdi. Təxminən müraciət olunan, yəni hadisələrin sayı 4400-ə yaxın, yəni bütün sığorta şirkətlərində qeydə alınmış bir deməli hadisə sayıdır. Bunlardan artıq demək olar ki, təxminən 3200-ə yaxını artıq qiymətləndirmə aparılıbdır və bunlarla bağlı artıq ilkin qiymətləndirmələrdə ortaya çıxan bir rəqəm var. Bu təxminən 3 milyon 200, bax belə bir məbləğdə olan sığorta ödənişi həyata keçiriləcəkdir və yerdə qalan təxminən 1200-ə yaxın sayda hadisələr var ki, onlarla bağlı qiymətləndirmə həyata aparılır və ola bilsin ki, bu yaxın günlərdə artıq onlar da başa çatacaqdır və onların da təbii ki, hadisəsi ilə bağlı ödənişlərin olunması artıq qərarı var sığorta şirkətləri tərəfindən. Qeyd etdiniz ki, daha çox avtomobil qəzaları baş verirdi, amma yəqin ki, əmlaklara da ziyan dəydi. Varmı belə hadisələr və nə qədərdir? Əmlakla da bağlı xüsusi olaraq 17 deməli hadisə qeydə alınmışdı. Bu daşınmaz əmlakın icbari sığortası ilə bağlıdır. Bu regionlarda idi yoxsa şəhərdə? Həm regionda, həm Bakı şəhərində. Yəni bu demək olar ki, bəli, avtomobillərlə bağlı çox az bir rəqəmdir. Ancaq bu bir daha onu deməyə əsas verir ki, belə hava şəraitində yəni əmlaklara da müəyyən bir ziyan dəyə bilir. Və onların ödənişi ilə bağlı? Təbii ki, onlar da qiymətləndirmə aparılır. Çünki əmlakın qiymətləndirilməsi avtomobildən fərqli olaraq, proses olaraq biraz ola bilsin ki, vaxt aparır. Ancaq ki, təbii ki, bunlar hadisə kimi qeydə alınıbdır və ödəniş həyata keçiriləcək. Amma bu qəzaları səciyyəvi eləyən məsələlərdən biri də bir yox, bir neçə, ikidən çox avtomobilin toqquşması ilə bağlıdır və bu o deməkdir ki, bir şəxsə yox, 2 və 3 daha çox şəxsə ziyan dəyə bilir. Bu halda sığorta ödənişi necə həyata keçirilir? Əslində, burada mən qeyd etdiyim o say olaraq ki, 4000 təxminən 4400-ə yaxın belə bir hadisə qeydə alınmışdı. Onlardan 600-ə yaxını kasko sığortası ilə bağlıdır. Yəni kasko sığortasında burada təminat da daha fərqlidir. Yəni daha çox təminat həmin o əzilmiş avtomobilin özünə deməli ödəniləcək sığorta ödənişindən söhbət gedir. Amma çoxlu olaraq hadisələr qeydə alınıbda avtomobilin icbari sığortası ilə bağlı. Yəni avtomobilin icbari sığortası təbii ki, burada günahkar tərəf var, onun məsuliyyəti sığortalanıbdır. Ona görə də qarşı tərəfə dəymiş ziyanla bağlı deməli, əsasən də əgər burada əmlakar dəymiş ziyandırsa, ödəniləcək məbləğ, yəni hadisə üzrə 5000 manata qədər nəzərdə tutulub. Burada ola bilər ki, eyni vaxtda hadisədə bir neçə zərər çəkən var. Təbii ki, o nəzərdə tutulmuş, məsələn, fiziki şəxslərə bir hadisə ilə bağlı 50.000 manata qədər ödəniş həyata keçirilə bilər. Yəni, bu icbari sığortada nəzərdə tutulmuş bir sığorta məbləğidir. Bu deməkdir ki, əgər burada nə qədər hadisədə, yəni zəncirvari hadisə ola bilər, nə qədər hadisədə zərər çəkmiş fiziki şəxslərin sayı çoxdursa, o bir nəfərə 5000 manatdan çox olmamaq şərti ilə o 50.000 bölünəcək. Yəni 10 nəfər olduğunda belə çıxır ki, hər bir halda 5000, amma 5000 burada maksimum ödəniləcək məbləğ olduğuna görə onu da qeyd edim ki, yəni fiziki şəxslərə dəymiş ziyan
5000 manat həcmində o vaxt ödənilir ki, burada ölüm hadisəsi olsun. Ancaq təbii ki, bu müəyyən bədən xəsarətləri ola bilər, burada digər tibbi xərclərə gətirib çıxara biləcək hallar var ki, onlar təbii ki, bax bu hadisə nəticəsində, yəni o 50.000 civarında ödəniləcəkdir. Dediyim kimi bir nəfərə maksimum 5000 manatdan çox olmamaq şərti ilə. Aydındır və sözünüzə qüvvət, bu hadisə kasko sığortalarının önəmini, vacibliyini bir daha ortaya çıxarmış olur. Biz istəyərdik ki, kasko sığortanın digər sığorta növündən üstünlüyünü, əsas xüsusiyyətlərini bir daha tamaşaçıların bir nümunə üzərində diqqətinə çatdıraq. Təbii ki, kasko sığortası bir gövdə sığortasıdır. Yəni, bu deməkdir ki, avtomobilin bütövlükdə gövdəsinə hadisə zamanı nə qədər zərər dəyirsə, bu sığorta şirkəti tərəfindən qarşılanacaqdır. Və bundan öncə dediyimiz avtomobilin icbari sığortasında da təbii ki, siz sürücü olaraq öz avtomobilinizdə əzilir, qarşı tərəfə vurduğunuz ziyan bu icbari sığorta ilə ödəniləcək. Amma kaskoda əlbəttə ki, təminatlar genişdir, yəni sizin öz avtomobilinizə zərər dəyirində, o toqquşma nəticəsində zərər çəkə bilər, bu ödənilir. Kaskoda yanğın baş verərsə, avtomobil yanarsa, əgər hətta tam məhv olmaya gətirib çıxara bilən bir hadisədirsə, burada da bütövlükdə avtomobilin dəyəri həmin günə olan bazar dəyərinədirsə ödənilə bilir. Avtomobil oğurlana bilər, qaçırıla bilər. Bu halda da kasko bunu qarşılayır. Digər başqa təbiət hadisələri nəticəsində avtomobilə ziyan dəyə bilər. Məsələn, deyək ki, avtomobil sel nəticəsində sel aparır və bax, burada da ziyan nədirsə onu qarşılaya bilər. Və yaxud da ki, məsələn, qasırğa, külək nəticəsində avtomobilin üzərinə hansısa bir konstruksiya düşə bilər, ağac dayandığı yerdə aşıb düşə bilər, əzilə bilər və yaxud da ki, üçüncü şəxslərin qəsdən hərəkətləri ola bilər ki, avtomobilə vurulan ziyan nəticəsində bu kasko təminatı altındadır. Ona görə də kasko təbii ki, bəli, tam əhatə edir. Bu demək ki, sizin avtomobilinizin dəyəri bütövlükdə kasko sığortası ilə təminat altına alınmış olur. Vətəndaşlarımızın bugün sığortaya olan marağı, belə deyək də, yanaşması necədir və bu marağın artırılması, yanaşmanın müsbət yöndə dəyişməsi olaraq, sektor olaraq hansı işlər görürsünüz və hansı addımların atılmasını vacib hesab edirsiniz? Çox maraqlı bir məqama toxundunuz. Ümumiyyətlə, sığorta bazarı Azərbaycanda təbii ki, biz müstəqillik əldə etdiyimizdən bu yana bizim özəl sığorta şirkətlərimiz təbii ki, yaradılıbdır. Artıq müəyyən bir inkişaf dövrü keçiblər. Əslində, biz bu maliyyə sektoru olduğuna görə bunu biz rəqəmlərlə ifadə etməliyik. Çünki sığorta bazarının ümumiyyətlə göstəriciləri il ərzində toplanan sığorta haqlarının həcmi ilə ölçülür. Bu da deməkdir ki, məsələn, son 4 ilə biz 5 ilə nəzər saldığımızda hər il təxminən 10%, 12%, 14% həcmində bir artım var. Yəni, bu artımın olması özü bir müsbət tendensiyadır. Ancaq yəni, bu da bizi arxayın salmalı deyil. Yəni, bu günləri biz müəyyən araşdırmalar da aparırıq, müəyyən tədqiqat layihələrimiz var ki, onun nəticəsində konkret təkliflərlə çıxış edirik sığorta şirkətləri, ümumiyyətlə sığorta cəmiyyəti qarşısında. Bu da onu deməyə əsas verir ki, yəni biz o inkişaf mərhələsinin başlanğıcındayıq. Yəni sığorta bazarının, ümumiyyətlə sığorta iqtisadiyyatının göstəriciləri, makroiqtisadi göstəricilərlə əlaqəlidir. Məsələn, deyək ki, bu günləri bizdə ümumdaxili məhsulun 1% həcmində sığorta bazarı var. Amma bizim kimi bir dövlətdə, yəni inkişaf etməkdə olan bir dövlətdə bu rəqəm minimum 2% olmalıdır. Bu demək ki, əgər biz keçən il 1 milyard 300 milyon sığorta haqqı toplamışıqsa, bu rəqəm minimum 2 milyard yarım və yaxud da ki 3 milyarda yaxın bir rəqəm ola bilər. Bu deməkdir ki, biz potensialdan hal-hazırda aşağıdayıq. Yəni, o potensiala çatmaq üçün də kifayət qədər işlər görülməlidir. Birinci növbədə təbliğat, maarifləndirmə, maliyyə savadlığı bu çox kütləvi şəkildə aparılmalıdır və hesab edirəm ki, bununla bağlı artıq ilkin başlanğıc tədbirlər artıq var və bunun davamı üçün də hesab edirəm sığorta şirkətləri çox ciddi şəkildə bu tədbirlərə qoşulmalıdır. Nəyə görə? Çünki onların marağındadır ki, bazar böyüsün. Çünki bazar böyüyəndə onların biznesi böyüyür. Ona görə də hesab edirəm ki, bax bu məsələlər günü-gündən daha da inkişaf etdirilməlidir. Və burada medianın da xüsusi rol var əlbəttə ki. Təbii. Mediada, yəni sizə də yeri gəlmişkən təşəkkür ki, bu mövzuda maarifləndirmə aparırsınız. Sağ olun. Siz sağ olun, təşəkkür edirik studiyamıza gəldiyiniz üçün, minnətdarıq, sizinlə sağollaşırıq. Təşəkkür edirəm bir daha dəvət üçün. Hörmətli tamaşaçılar, İqtisadi Zona davam edir.